Bəlkə də qadınına əl qaldırmırsan, amma sözlərinlə ondan da pis vurursan. Söhbət özünü adam yerinə qoyub, qarşındakına heyvan kimi davranmağından gedir. Çox yerdə hirslənəndə, küçük kimi mırıldasanda, qadının yanında insanlığını itirirsən. Söyürsən, döyürsən, alçaldırsan, sonra da özünü ilə aparırsan ki, güya heç olmayıb. Fikirləşirsən ki, o sakitləşib, amma qadın psixoloji olaraq şiddəti və acı sözləri unutmur. Üzünə gülsə də daxildə sənə baxanda onun ürəyi bulanır. Çünki sən elə buna da layiqsən. Məncə əsl güc ən hirsli anında belə özünü ələ almaqdır. Sevgini isə sözlərlə yox, davranışla göstərərlər.